Demək, Sad surəsi 75-ci ayənin təfsiri haqqında Adəm əleyhissalamı, yəni iki əl məsələsində demək mütəşabih ayədir, yədun. Əhlüsünnə alimlərindən kimləri qüvvətə, vasitəsiz yaratmağa, qüdrət yozub təfsir ediblər. Əhlüsünnə alimlərinin demək adı nə qədər çox olsa da çox yaxşı olar. Demək, burada belə bir məsələ var. Əbülhəsən Əşəri biyədək kəlməsini onun zahiri mənasında, yəni əl mənasında olduğunu bildirərək deyir. Allah iki əli ilə Adəm əleyhissalamı yaratdı. Bu cür təfsir Allahın cism olmasına dəlalət edir. Həmin mücəssimə və müşəbbihə məzhəblərinin səhv düşüncələridir. Bunu kim deyir? Bu kimin? Bunu Əbülhəsən Əşəri. Hə, əşərilər deyirlər. Hə, aha. Bəli. Əşərilər deyirlər ki, qüdrət və qüvvət əlidir. Aha. Bəli. Demək, Təbəri təfsirində keçir vasitəsiz, qüdrət mənasında keçir. İbn Kəsirdə də ayə eyni yenə qüdrət vasitəsilə keçir. Bəs indi əhlüsünnənin hansı məsəl üçün məzhəb və mənxəci deyir ki, elə oxuduğumuz kimi qəbul eləməliyik. Məsələn, əldirsə əl qəbul eləməliyik. Onlar hansı şeydirlər? Əşarilər də bunlar. Əşarilərdə zahiri götürürlər, iki əl kimi götürürlər. Bu da mücəssimə müşəbbihə etiqadına gedib çıxır. Yəni Əşarilərdə yoxdur o. Əşarilər deyir ki, biz onu, əşarilər onları tadam şey deyirlər. Yəni indi oxuduğunda əşarilər tadam irad bildirirlər ki, o müşəbbihə düşüncəsidir. yox, o fikirdir. Alimi rəyidir ki, Əbülhəsən Əşəri iki əl mənasını deyir. Və alim öz rəyini verir ki, bu, yəni müşəbbihə və mücəssiməyə gedib çıxır. Yəni bu yanlış bir düşüncədir. Demək, Anladın, yəni rəddiyə verir. Yəni qüdrət mənasında olmalıdır. Bəli, qüdrət mənasında olmalıdır. Salam aleykum şeyx. Əhl-i sünnədən həmbəlilərdir. Həmbəlilər deyirlər ki, orada əl olduğu kimi əldir, lakin insanların əli deyil. İnsanın əlinə bənzəmir. Əşarilərlə maturidlər deyir ki, orada əl ifadəsi adə əl deyil, məzazdır. Həmbəlilər deyir ki, yox, əl var. Əl düzdür, məzaz deyil. Amma biz insanların əlinə bənzəmir. Biz ona keyfiyyət vermirik. Demək, hər bir halda yəni anlaşılmaz bir mənaya gəlib çıxır ki, heç kim yəni ki, tam izah verə bilmir. Yəni ki, bu proses necə baş verir? Yoxsa var onlarda, məsəl üçün, elə bir hədis ki, mətndə desin ki, məsəl üçün, bu belə olub, Adəm necə xəlq olub. Çünki müəyyən məsələlər var. Biz bilirik ki, Adəm əleyhissalam gildən, Quran deyir ki, onu gildən xəlq etmişik. Başqa bir yerdə də gedir ki, biz onu ruhumuzdan üfürmüşük. Demək, burada da iki dənə məsələ ortaya gəlir. Yəni, bir məsələ ortaya gəlir ki, Adəmi ruh üfürür. Bir məsələ də ortaya gəlir ki, Adəm gildən xəlq olunubdur. Yəni, birinci görkəmdir, sonra canlanmaqdır. Bu, məncə, Yohan başa düşür. Yəni, birinci bədəni figurası olaraq, forma olaraq götürülür. Sonra o canlıya çevirməkdir. Onu düzdür. İndi biz məsələnin bu nə exodur? Kimdədir bu ego? Ona görə də biz bu məsələni araşdırmaqdan ötürü gərək keçək, müəyyən hədislərimizi oxuyaq və zikr əhlinə müraciət edək. Zikr əhli
bizim 12 dənə İmam əleyhissalamdır. Görək bizim İmam əleyhissalamlar bu barədə nə təfsirlər veriblər və Peyğəmbər sallallahu aleyhi və səlləmin öyrətdikləri məsələlərlə bağlaşaq. Abdullah Behbudov, səndən işimiz var. Bir dənə qazi var. O qazi güyənləri mənə müraciət eləmişdi verilişdən sonra. Vəziyyətləri pis olduğuna görə kömək istədi. Xahiş edirəm, o sənin qonşundur binədə. Həsənov Tural onun nömrəsini sənə açsın. Sən bir dənə imkan daxilində onlara bir dəyik. Gör, onlar vəbşi ümumiyyətcə nə vəziyyətdə yaşayırlar. Kimdilər, nəçidirlər, kirədədirlər, evləri var. Dərdləri nədir, sərləri nədir, yaşadıkları vəziyyət nə yerdədir. Yəni, problemləri nədir? Deyir, balaca bir uşağımız var. Məsələn üçün, balaca uşaq. Astana 2024. Приветствую. Приветствую, Астана. Здесь такого человека нету. Ona görə də indi bu məsələni xahiş edirəm oxuyağın. Şimdi bu da anlayışa gələk ki, yəni ki, Adəm necə xəlq olub, Adəmi neçə etapda xəlq olunub, Adəm ümumiyyətcə hansı torpaq və gildən xəlq olunub, hansı ruhdan üfürülüb. Hamısı suallardır. Hansı gildən xəlq olunub, necə xəlq olunub, başa düşürsünüz, nə qədər vaxtda xəlq olunub, hansı ruh ona üfürülübdür. Abdullah Behbudov, hoşum götürərsən telefon nömrəsini, zəhmət olmasa Həsənovdan şəxsilən. İndi bu məsələ ilə bağlı gəlin bir-iki dənə Həzrət Eşiyələrin məsələ üçün baxışlarını, görüşlərini təqdim eləyək. Görək, onlar bu barədə nə deyirlər? Oxu, Həsənov, əlimizdə nəyimiz var? Amma birinci yüngüldən sonra ağırlara get. Yəni, aləmi qarışdırma. Birinci yüngüldən oxu, yüngüldən. Yaxşı. Demək, ravi demək deyir. Demək, ravilər kimdir? Əli ibn Əl-Həsən vasitəsilə Əbu Muhammed Harun ibn Musa, o Muhammed ibn Həmmam, o Abdullah ibn Cəfər Əl-Humeyri, o Ömər ibn Əli Əl-Əbdidən, o Davud ibn Kəsir Əl-Raqidən, o da Yunus ibn Zəbiyandan nəql edir ki, o dedi. Mən İmam Sadiq əleyhissalamın yanına gəldim və dedim, ey Rəsulullahın oğlu, mən Malik və onun yoldaşlarının yanına getdim və onlardan bəzilərinin Allahın üzü var, insan üzləri kimi dediyini, bəziləri isə onun əlləri var söylədiyini eşitdim. Onlar bu iddialarını bu ayəyə əsaslandırırlar. Sad surəsi 75-ci ayə. Mənim iki əlim. Bəziləri isə deyirdilər ki, o sanki 30 yaşlı bir gənc kimidir. Demək, ey Rəsulullahın oğlu, bu barədə sizin baxışlarınız nədir? İmam əleyhissalam uzanmış halda idi. Düzəldi, ayağa durdu və dedi, Allah səni bağışlasın. Sonra buyurdu, ey Yunus, kim Allahın üzünün insanlar kimi olduğunu iddia edərsə, şirkə düşmüşdür. Kim onun orqanlarının, məxluqatın orqanlarına bənzədiyini iddia edərsə, o Allahı inkar etmiş olur. Belələrinin şahidliyini qəbul etməyin və onların kəsdiklərini yeməyin. Allah onu məxluqat kimi təsvir edənlərin dediklərindən ucadır. Allahın üzü onun peyğəmbərləri və övliyalarıdır. Və Allah Subhanahu və Taala'nın buyurduğu mənim iki əlim ifadəsi qüdrət mənasındadır. Necə ki, Allah Subhanahu və Taala Ənfal surəsi 26-cı ayədə buyurur, sizi öz köməyi ilə qüvvətləndirdi. Demək, sonra gəlir. Demək, Məhəmməd ibn Yaqub bir neçə sahabəmiz vasitəsilə Əhməd ibn Muhammed ibn İsa ibn Əbu Umeyr ibn Azina və Əl-Əhəvil vasitəsilə nəql edir ki, mən İmam Sadiq əleyhissalamdan Allahın Adəm əleyhissalam barəsində buyurduğu bu ayə haqqında soruşdum. Sad surəsi 72-ci ayə.
Mən onu tamamladıqda və ona öz ruhumdan üfürdükdə dərhal ona səcdə edin. İmam Əleyhissalam buyurdu, bu yaradılmış bir ruhdur və İsa Əleyhissalamın içində olan ruh da yaradılmış bir varlıq idi. Allah Subhanahu və Taala'nın ruhu değildi. Nauzubillah. Allah bu kimi bənzətmələrdən münezzəhdir. Və ondan yenə də Məhəmməd ibn Məhəmməd ibn Əsamdan Əl-Kuleyni vasitəsilə, Məhəmməd ibn Yaqub Əl-Kuleyni isə Əhməd ibn İdrisdən, Əhməd ibn Muhammed ibn İsa'dan, Əli ibn Seyfdən və Məhəmməd ibn Ubeyd vasitəsilə nəql edir ki, mən İmam Rıza Aleyhisselamdan Allahın iblisə dediyi bu ayə haqqında soruşdum. Ey iblis, səni mənim öz əllərimlə yaratdığıma səcdə etməyə nə mane oldu? İmam Əleyhissalam buyurdu, burada mənim qüdrətim və gücüm ilə demək istəyir. Buyur Qəmbərov, bu qədər. Hədislər çoxdur, eyni ləfzdə gəlir, yəni çox vaxt almaq istəmirəm. Sonra digər məsələlərdir, sənin soruşduqlarındır. Onu da lazım olanda deyilən oxuyum. Baxın, demək, burada aşağıdan qardaşlar sual verdi ki, qüdrətlə və qüvvətlə Allah Subhanahu taala hər bir şeyi yaradıb və bizim qardaşımız Malik bu sualı verdi. Onda düz gəlmir axı, hər bir şeyi qüdrət qüvvətlə yaratdı. Bu Adəm məsələsi. Adəm məsələsində Allah ki deyir, bizə buyurur, Rəbbani kəlamına xoş gəlibsə. Allah Subhanahu taala bizə buyurur ki, mən öz iki əlimlə, yəni Allah Beytullah'a Məkkədə Kəbəyə də deyir ki, mənim evim. Yəni, bu ehtiram məsələsidir və xoş gördük, qardaş. Və bu ehtiram məsələsini də biz müəyyən hədislərdən biz bunu başa düşürük. Çünki Allah Subhanahu taala özünə böyük bir məsələlərdə hansı ki, diqqət olunmalıdır, orada özünə nisbət verir. Elə ən bariz nümunə qibləni, yəni ki, mənim evim olaraq işarə edir ki, insanlar bunu məsəl üçün dərk etsinlər və başa düşsünlər ki, Allaha ibadət, yəni üzlərini qibləyə, Allahın beytinə çevirərək etməlidirlər. Sualım olacaq, inşallah danışırıq. Mövzu da elə ümumiyyətcə qəşəng mövzudur, müzakirə olması mövzudur. İndi ortaya bir məsələ çıxır. Ortaya bir məsələ çıxır ki, biz hamımız Quran-ı Kərimin başqa ayələrindən, hədislərdən bilirik ki, Adəm əleyhissalam necə xəlq olunubdur. Adəm əleyhissalam Quran-ı Kərimdə keçir ki, biz onu gildən xəlq etdik, zingildiyən gildən xəlq etdik. Fayans və glina rus dilində. Yəni zingildiyən gil. Bir də deyir ki, öz ruhumdan üfürdüm. Allah Subhanahu taala. Biz də bilirik ki, Allahı Allahla tanımaq məsələsində, tövhiddə. Yəni Allah Subhanahu taalanı Allahla necə tanıyaq? İmam Sadiq əleyhissalama sual verirlər. İmam Sadiq əleyhissalam buyurur ki, Allah nə nurdur, nə ruhdur, nə cisimdir. Başa düşürsən, Allah nə bənzəri var. Bunların hamısını Allah'tan münezzeh və səlb edəndən sonra bu birinci etapdır ki, Allah'ı Allah'la tanımaq. Yəni, bənzəri olmayan, ehtiyacı olmayan yeganə huva, yəni varlıq, hansı ki, xaliqdir və məxluqat ona bənzəyə bilməz və məxluqat da onu anlaya bilməz, dərk edə bilməz. Yəni, burada zatından söz gelir. Allah feillə tanınar, feillərlə tanınar. Və ona görə də bu məsələdə bizim imamlarımız və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ümumiyyətcə Allahın zatın barəsində danışmaq və o məqamlarda düşünməyi qadağa qoyub ki, insana, yəni məxluqlara bunu qabiliyyət, dərk qabiliyyəti verilmədiyinə görə onlar yalnız feillərdə Allahı dərk edə bilərlər və onlar barəsində düşünməlidirlər və ora təvəkkül eləməlidirlər və iman gətirməlidirlər. İndi bu iki dənə etap kimi var. Həmən bu etaplardan ki biz danışırıq ki, Adəm əleyhissalam necə xəlq olunub, onu zəhmət olmasa hədislərdən oxuyaq.
ya Abu Bəsir səndə ola bilər bu hədislər əlinin altındadırsa, ya Həsənovun əlinin altındadırsa, mən məsəl üçün deyə bilərəm ki, məsələn, cəmaət, toplum hamısı gözəl şəkildə bilir ki, Allah Subhanahu va Taala xaliqdir və xəlq işlərinə Allahın izni ilə xəllaq mələklər baxır. Allah rəzzaqdır, amma biz də aləmiz üçün razıyıq və ruzu paylayan müqərrəb mələk başda durur, Mikail əleyhissalam və onun ordusudur. Demək, Allahın rəzzaq, Allahın əmrlərini paylaşdıran və bu işdə izni olmuş katiblər, belə deyək də, yəni vəkillər. Onlar da məsəl üçün ona görə də Allah xaliqdir, onlar da xəllaq mələklərdir, yəni o işin icraçılarıdır. Və toplum hamısı bilir ki, Cəbrail Allahın əmri ilə enib yerə, yerdən torpaq qırmızı, qara dərilidir və s. və s. məsələlər ortaya çıxır və bu sualları da mütləq şəkildə siz bu günləri verilişdə beynimizdən keçirdə siz ya verəsiniz. Ona görə də sizi qabaqlayıb ümumiyyətlə bu mövzunu açıram ki, başa düşək. İndi Abu Bəsir ya Həsənov hansınızın əlimizin altında bu dəqiqə oxumur? Oxuyuram. Demək, İmam Əli oxuyum. Oxu. Ya Abu Bəsir oxuyur. Oxu. Demək, İmam əleyhissalam buyurur. Allah Taala demək, mələklərə xəbər verir ki, bir məxluq yaradacaq, onlardan bəziləri ona itaət edəcək və bəziləri isə üsyan edəcək. Demək, yer titriyir və Allah, demək, bir dəqiqə, hədis uzundur, o da əsas yerini oxuyum, o biri mövzulara girməyim. Demək, Allah Subhanahu və Taala Cəbrail əleyhissalamı göndərir, yerdən bir torpaq gətirsin. Adəm əleyhissalamın palçığını götürsün. Lakin yer Allahın izzətini ant verərək ondan heç nə götürməməsini istədi və Allah Taalaya yalvardı. Allah Taala Cəbrail əleyhissalamın yerin istəyinə hörmət etməyini əmr etdi, sonra Mikail əleyhissalamı göndərdi. Yer yenə titrədi və yalvardı. Allah yenə onun istəyini qəbul etdi, sonra İsrafil əleyhissalamı göndərdi. Yer eyni şəkildə yalvardı, Allaha ona toxunmamağı əmr etdi. Nəhayət İsrafil əleyhissalamdan sonra Əzrail əleyhissalam gəldi. Yer titrədi və yalvardı, lakin Əzrail əleyhissalam dedi: Rəbbim mənə bir əmr verdi. Sənin istəyin xoşuna gəlsə də, gəlməsə də mən bu əmri yerinə yetirəcəm. O Allahın əmri ilə torpaqdan bir hissə götürdü və öz məqamına qalxdı. Allah Subhanahu və Taala ona buyurdu: Səni yerdən torpağı götürməyə müvəkkil etdiyim kimi, bugündən qiyamət gününə qədər yer üzündə olan hər kəsin ruhunu almağa da səni müvəkkil edirəm. Cümə günü batanda Allah Subhanahu və Taala yuxunu yaratdı. Yer üzündəki heyvanlar yuxuya getdi və Allah Taala yuxunu istirahət etdi. Subat. Yəni və həmin gecəni səbt, şənbə gecəsi adlandırdı. Sonra şənbə səhəri oldu. Allah Taala dilləri fərqləndirdi. Bütün məxluqatlar Allah Taala'nın qüdrətini təsdiqləyərək onu təqdis etdilər. Beləcə Allahın yaratdığı şeylər tamamlandı və onun əmri yerinə yetdi. Sonra ikinci bazar günü oldu. Yəni dünyanın 8-ci günü. Allah bir mələyə əmr etdi və o Adəm əleyhissalamın palçığını yoğurdu. Hissələrini bir-biri ilə qarışdırdı və onu 40 il mayalandırdı. Sonra onu yapışqan bir palçıq halına gətirdi və 40 il ərzində onu bişmiş kimi gil etdi. Sonra Allah Subhanahu və Taala buyurdu: Mən palçıqdan bir insan yaradacağam. Sad surəsi 71-ci ayə. Onu tamamladığımda və ona ruhumdan üfürdüyümdə ona səcdə edin. Onlar bəli dedilər. Allah Subhanahu və Taala Adəm əleyhissalamı yaratdığı surətdə, baxın, Adəm əleyhissalamı öz yaratdığı surətdə yaratdı. Lakin bəzi müsəlmanlar
Bu sözlərin bir hissəsini ixtisar etdilər və belə dedilər: Allah Adəmi öz sürətində yaratdı. Bu isə Allahı cismaniləşdirmək mənasına gəlir. Buna görə də Peyğəmbər sallallahu aleyhi və aleyhin bu dediyinin tam əksidir. Sonra Allah Taala Adəm əleyhissalamın bədənini yaradıb mələklərin göyə qalxdığı yolun üzərində 40 il qoydu. Daha sonra cinlərin yaradılması, onların yer üzündə fitnə fəsad törətməsi, İblis lənətullahın onlardan qaçaraq Allaha sığınması və mələklərin arasında olmaq üçün icazə istəməsi və ona icazə verilməsi barədə danışıldı. Allah subhanahu və taala sonra İblisə əmr etdi ki, mələklərlə birlikdə yerə enib cinləri oradan çıxarsın. O endi və cinləri fəsad törətdikləri yerdən qovdu. Sonra Allah Taala Adəm əleyhissalamın bədəninə can verməsi və onun oturub düzəlməsi barədə danışdı. Allah mələklərə səcdə etməyi əmr etdi. Hamısı səcdə etdi, lakin İblis səcdə etmədi. O cinlərdən idi və Adəm əleyhissalama səcdə etmədi. Sonra gəlir ki, Adəm əleyhissalam asqırdı. Allah subhanahu və taala buyurdu: Ey Adəm, de, həmd olsun Allaha, aləmlərin Rəbbinə. Adəm əleyhissalam dedi: Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Allah subhanahu və taala buyurdu: Allah sənə rəhm etsin. Mən səni yaratdım ki, mənim birliyimi təsdiq edəsən, mənə ibadət edəsən və şükür edəsən. Mənə iman gətir və mənə şərik qoşma. Ardı İblis haqqında da oxuyum, ehtiyac var. Oxu. Əsas da İblisi olmaqdır da. Bir dəqiqə. Adını başa düşdüzdən. Demək. İblis nə dedi? Onu tapıram, indi uzun hədisdir. Bir dənə o yerini tapam, oxuyum. Digər məsələlərə girmək istəmirəm. Onda mən biraz köməkli edeyim. Buyur. Bir dənə köməkli ilə. Burada həqiqətən o zaman ki, Rəbbim mələklərə buyurdu: Həqiqətən mən gildən bir bəşər yaratmaq istəyirəm. Adəm və İblis haqqında artıq məlumat vermişik. Demək burada İmam Sadiq əleyhissalam buyurur ki, əgər Allah Taala bütün məxluqatları qüdrət əli ilə yaratmış olsaydı, o zaman Adəmə onu öz qüdrət əli ilə yaratdığını dəlil gətirməzdi. Belə ki, Allah Taala buyurur: Sən mənim öz əlimlə vasitəsiz olaraq qüdrətimlə yaratdığımı səcdə etməyə nə mane oldu? Allahın əşyaları özünün qüdrət əli ilə göndərdiyini görmüsənmi? Və Quran-ı Kərimdə buyurdu: Çünki məni oddan, onu isə gildən yaratmısan ayəsi barəsində belə deyir. Bu İblisin cavabıdır. Orada deyir ki, İmam Sadiq'dən soruşdum ki, İshak ibn Həris soruşur. Dostların İblisin çünki məni oddan, onu isə gildən yaratmısan deməsi barədə nə söyləyərsən? Sənə fəda olum, artıq bu sözlə demişdir. Allah Taala da onu öz kitabında xatırlamışdır. İmam Əleyhisselam buyurdu: Ey İshak, İblis yalan demişdi. Allah Taala onu gildən yaratmışdı. Sonra belə buyurdu: Çünki Allah Taala belə buyurdu: O kəs ki, sizin üçün yamyaşıl ağacdan od əmələ gətirdi. Beləliklə siz ondan qəfildən od yandırdınız. Yasin surəsi 80.
Beləliklə Allah Taala onu o oddan yaratmışdır ki, həmin od ağacdan, həmin ağacın kökü də torpaqdandır. Yəni iblis burada öz üstünlüyünü göstərmək istəyir. Amma bunun göstərdiyi üstünlüyün kökü yalandır. Yəni fundamenti, qurduğu bina hansı ki inşa edir, həmən belə yalanın üzərindədir və bundan da istəyir özünə bal qazanan. İmam Sadiqdən soruşdular, sual verdilər, buyurdu ki, belə isə onların qaldırılacası günə kimi mənə möhlət ver. Allah buyurdu, həqiqətən sən möhlət verilərdənsən, məlum vaxtın gününə qədər. Bu məlum vaxt həmən gündür ki, məqsəd Allah Rəsulü sallallahu aleyhi və aleyhi onun başını kəsəcəyi gündür. Və çox adam, məsələn, bu barədə də məlumatsızdır ki, iblisin İmam Mehdi Əcəllahu Fərəzahım Şərifin əli ilə qətlə yetirilməsi var və onun da rəcəti var. Və sonra da rəcətində də Məhəmməd sallallahu aleyhi və səlləm tam möminlərin ordusu başda Əli ibn Əbu Talib əleyhissalam əlində bayraq və iblisin ordusu bayraqları da filan kəs. Onlar üzbəyüz gələcəklər Armagedon döyüşündə və həmən Armagedon döyüşündə də Rəsulullahın sonuncu onun qətlə yetirməyi var nurdan olan bir nizə vasitəsi ilə. Ondan sonra da qiyamətdir. Yəni bu məlumatı da verirəm, bu da bir mövzudur, bu da bir böyük bir mövzudur. Tapdın Həsənov, oxu. Tapdım. Demək, Allah Subhanahu və Teala Adəm əleyhissalamı yaratdıqdan sonra demək, burada deyilir ki, İblis lənətullah yaxınlaşır Adəm əleyhissalama və Adəm əleyhissalamın qarnına vuraraq Allah səni nə üçün yaratmışdı? Mən bilmirəm. Əgər məndən aşağı olsan, sənə heç bir kömək eləməyəcəm. Əgər məndən yuxarı olsan, yuxarı bir məqamda olsan, demək, əgər məndən yuxarı bir məqamda olsan, səni bir dəqiqə burasından oxuyum. Əgər sən məndən üstün yaradılmışsansa, mən sənə itaət etməyəcəm və sənə heç bir kömək etməyəcəm. Sonra Allah Subhanahu wa Taala İmam əleyhissalam buyurur, o cənnətdə 1000 il qaldı. Yaradılışından ruhun ona üfürülməsinə qədər olan müddətdə. O onu sudan və gildən, işıqdan və qaranlıqdan, küləkdən və Allahın nurundan yaratdı. Yəni Allahın seçdiyi bir nurun nurundan. İşığa gəldikdə o ona iman bəxş etdi. Qaranlığa gəldikdə o ona küfür və azğınlıq bəxş etdi. Gildə isə ona titrəmə, zəiflik və suyun tökülməsi zamanı ürək döyüntüləri bəxş olundu. Adəm əleyhissalama. O 4 təbiət üzərində yaradıldı. Qan, bəlğəm, acılıq və külək. Bu da uca və mübarək olanın kəlamıdır. Yaxud insan düşünmürmü ki, biz onu əvvəllər yaratdıq. Halbuki o heç bir şey değildi. Məryəm surəsi 67-ci ayə. Bu qədər. Görürsünüz. Bir dənə ayənin nə qədər açıqlaması var. Demək, torpağın götürülməsi. Torpağın yerdən götürülməsi, sonra onun yoğrulması, sonra görürsünüz, bax, Allah xaliqdir. Amma bu işi xəllaq, yəni onun əmrini icra eləyən qulları, yəni burada mələklər. Və həmən qullar bunu gör necə icra eləyiblər. Yəni bunu yoğurublar, saxlayıblar, gil vəziyyətinə gəlib çatıb, belə görürsünüz, nə qədər suallara cavab tapılır. 4 dənə yerdən torpaq götürülür, o 4 dənə yerdən götürüldüyünə görə sarı, qırmızı, ağ və qara dərili insanlar. Sonra görürsünüz onun indi bu məsələsini də oxudunuz, başa düşdünüz ki,
hansı fitrətlər üzərində necə xəlq olunub və axırda da can verilib. Yəni ruh vurulub. Allahdan bir şey ləm yəlid və ləm yulad olduğuna görə ayrılmaz. Yəni Allah ruh sürdü, yəni ki canlandırdı, yəni ki bir ruh yaratdı. Həmən ruh İsa əleyhissalamda da, Adəm əleyhissalamda da onu canlandırdı. O da bir yaradılışdır, o da bir məxluqdur. Yəni Allahın sürmək məsələsi, nisbət vermək olmaz. Necə ki ona həmən o əllər nisbəti vermək olmaz. Özü bunun hamısının açıqlamaları var. Yəni bütün Quran-ı Kərim hikmət, nizam üstündə nazil olubdur və onunla açıqlamasını Həzrəti Rasulullah sallallahu aleyhi hədis-i şəriflərdə bizə təqdim edib və buyurub, həmd olsun aləmlərin Rəbbinə ki, biz də tutumumuz qədər bunları oxuyub nəyisə başa düşürük. İndi məsələnin bu yerində, bu qədər yerində kimin sualı varsa, yəni müzakirədə əlavələri varsa və bizim ola bilər ki, nəzərimizdən qaçırtdığımız nöqsanlar varsa, buyursun, qalxsın və fikirlərini əlavə eləsin, desin. Bizdə fərqi yoxdur ya, Həzrət Sünnilərdən, Həzrət Şiələrdən. Yəni, boy insan gəlib, məsəl üçün, fikrini deyə bilər. Məsəl üçün, deyə bilər ki, mənim dəlilim budur, məsəl üçün, belədir, elədir. Mən filan yerdə filan hədis oxumuşam, bu cürdür. Yəni, bu müzakirədir, biz də müzakirəyə açığıq. Sonra keçəcəyik ikinci mərhələyə. İkinci mərhələ olacaq ki, nəyə görə iblisə möhlət verildi? Həzrət-i Quranilər sual verə bilməzlər. Çünki Həzrət-i Quranilərdə gərək Qurandan ayə gətirərlər. Bu da ayədə də heç bir şey yoxdur bu barədə. Məlumat yoxdur. Rüstəm Rüstəmov, bəlkəm sən nəsə gəlib sözü deyəsən. Nə bilim də, indi bax gör. İndi iblisə niyə möhlət verilib? İkinci məsələ, iblisə möhlət veriləndən sonra iblisə hansı icazələr, nəyin izni verildi? İkinci məsələ, və alilərdənmisən? Təkəbbürlü etdin, yoxsa alilərdənmisən? O alilər məsələsi də son məsələdir bu ayədə. Yəni, onu da müzakirə eləməliyik, çünki həmən alilər məsələsi istisnadır ki, alilər səcdə əmri almayıblar Adəmə. Ona görə deyirik ki, buyur. Qəmbərov, üzr istəyirəm, Əhl-i Sünnədən bayaqları tamam dəlillər yox idi. Bir dənə, iki dənə hədis oxuyum. Demək, Peyğəmbər sallallahu aleyhi və aleyhdən hədis gəlir Əhl-i Sünnə mənbəsində. Deyir, Allah subhanahu və teala üç şeyi əli ilə yaratmışdı. Adəm əleyhissalamı əli ilə yaratmış, Tövratı əli ilə yazmış və Ədin cənnətindəki ağacları da əli ilə əkmişdi. Bu gəlir Dəraqutni Əs-Sifət və Beyhəqinin Əl-Əsma və Əs-Sifət kitabında. Səhifə 403-də. Demək, İbn Ömərdən gələn rəvayətdə isə Peyğəmbər sallallahu aleyhi və aleyh belə deyir. Allah dörd şeyi əli ilə yaratmışdı. Ərşi, qələmi, Adəmi və Ədin cənnətini. Sonra digər yaratdıqlarına ol demiş və onlar da var olmuşlar. Bu da gəlir Dəriminin Ər-Rəddu Ələl Cəhmiyyə 35 Təbərinin təfsirində və Albaninin demək, Əl-Albani rəvayətin səhih olduğunu qeyd edir. Muxtəsər-ül Uluf kitabında səhifə 105-də. Sonra yenə uca Allahın hər iki əli də sağdır. Bu da İbn Xuzeymənin Tövhid kitabında gəlir. Sonra İmam Əhmədin Əbu Yala Təbaqətul Hənəbilə kitabında, Beyhəqinin Əl-Əsma və Sifət kitabında, İbn Teymiyyənin Məcməu Fətavə kitabında, Albaninin Məcəllətul Asələ kitabında və Səhih hədislər silsiləsində alimlərin görüşüdür. Sonra İbn Ömərdən gəlir ki, şübhəsiz ki, adil olanlar qiyamət günü Rəhmanın sağında nurdan minbərlər üzərində olacaqlar. Rəhmanın hər iki əli də sağdır. Onlar hökmlərində, ailə haqlarında və əlləri altında olanlarla adil davrananlardır.
Müslimdə gəlir 1827-ci hədis. Sonra Albaninin Səhihul Cəmius Səğir kitabında və Muxtəsər Səhih Müslimdə 1207-ci hədis. Sonra demək, İbn Ömərdən rəvayət edilir ki, Rəsulullah sallallahu aleyhi və aleyhi buyurdu, Allah ilk olaraq qələmi yaratmış, onu sağ əli ilə tutmuşdur, onun hər iki əli də sağdır. Demək, İbn Əbu Asimin Əs-Sünnə kitabında səhifə 106, Albaninin Səhih Hədislər silsiləsi 3136 və Ziləlul Cənnə səhifə 49, birinci cild. Burada sonra Zümər surəsi 67-ci ayə, Allahı lazımınca qiymətləndirmədilər, halbuki qiyamət günü yer bütünlüklə onun ovucunda olacaq, göylər isə sağ əli ilə büküləcəkdir. Əbu Hüreyrə rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və aleyhi buyurdu, Allah qiyamət günü yeri ovucunun içine alır, göyü isə sağ əlinə alıb buyuracaqdır. Mənəm hökümdar, bəs yerin hökümdarları hardadır? Bu gəlir Buxaridə 4812, 6519, 7382 və 7413-cü hədislər, Müslimdə yenə 2787, 4994, Əhməd ibn Həmbəlin Müsnədində 2-ci cilddə 374-cü səhifə və Səhih Cəmius Səğir kitabında 8125. Demək, Əbu Hüreyrə yenə rəvayət edir. Rəsulullah sallallahu aleyhi və aleyhi buyurdu. Bir xurma olsa belə halal bir şeydən sədəqə verən kəsin sədəqəsini uca Allah sağ əli ilə qəbul edir. Lakin Allah halaldan başqasını qəbul etməz. Necə ki, sizdən biriniz dəvə balasını böyüdüb yetişdirdiyi kimi, sədəqə də Rəhmanın ovcunda böyüyüb çoxalır. Nəhayət dağ kimi və ya dağdan daha böyük olur. Yenə Buxari 1410, Müslim, Səhih Müslim 1014, Əhməd ibn Həmbəlin Müsnədi 331-ci səhifə 2-ci cild və 418-ci səhifədə. Tirmizidə 661, 662, çoxdur mənbələr. Həmçinin barmaqların olması da var. Yenə Rəsulullah sallallahu aleyhi və aleyhdən buyurur ki, Rəbbimi yuxuda ən gözəl surətdə gördüm və Rəbbimin ovcunu iki çiynimin, kürək sümüyümün arasında qoyduğunu gördüm. Onun barmaqlarının soyuqluğunu qəlbimdə hiss etdim. Bu da gəlir İbn Əbu Asimin Əs-Sünnə 465-471-də və İmam Əhmədin 204-cü səhifə 5-ci cilddə. Gözəl. Ortaya Bir də var bunda. Necə? Ortaya bir dənə sual çıxır. Demək, bəyəxları veriliş başlamamışdan əvvəl sən oxudun əşərilərin fikrini, amma hədisləri indi oxuyanda gördük ki, Əhl-i Sünnədə hədislər əsasında geçsələr, burada, yəni indi bu əşərilər, mən bilmək istəyərdim ki, bu əşərilər nəyə əsasən təvil eləyirlər? Bunların yəni dəlilləri nədir? Hədislər ayə necə iki əllərimlə yaratdı, hədislər də elə keçir. Burada da açıqlama yoxdur. Hədislərdə də bu söhbətlər keçir. İndi bunu təvil eləyib eləməmək. Bir də bir hədis var, onu da oxuyum. Demək, Abdullah ibn Amr ibn Əl-Az rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və aleyhi buyurdu. Adəm oğullarının qəlbləri Rəhmanın barmaqlarından iki barmağı arasında tək bir qəlb kimidir. Onları istədiyi kimi çevirir. Müslimdə yenə gəlir 2654, Tirmizidə 2141, İbn Macədə 3834 və Albanidə Səhih Hədislər silsiləsi 1689. Assalamu aleykum. Və aleykum salam. Üzürlü sayın qardaş, sözünüzü bölürəm, gözəl insanlar. Buxari kitabında hələ mən bir ayət eşitmişəm ki, gözəl insanlar və baxmışam, oxumuşam da. Musa Peyğəmbər Əzrail əleyhissalam ruhunu almağa gələndə vurur, gözünü çıxarır. Bu hədisə necə baxırsınız? Bu ayətə necə baxırsınız gözəl insanlar? Qəbul edirsiniz? Biz onu müzakirə eləmirik indi. Bizim müzakirəmiz Sad surəsi. Bilmirəm, müzakirə etmirəm. Prosto bunu deyəm, bu qəbul edilir, yoxsa maraqlı gəlir mənə? Prosto qəbul edib edilmədi. Maraqlı gəlir, aşağıdan qulaq as. İndi ora da gəlib çatacaq. Hə, oxu. Qəmbərov, yəni burada konkret əl barmaq verilir.
Hətta deyir Peyğəmbər sallallahu aleyhi və aleyhidən hədis var ki, deyir Rəbbimin əlini kürəyimdə hiss elədim, barmaqlarının soyuqluğunu. Belə şeylər var. O hədislər məcazdır, məcaz deyil. Yəni bunu məcazda götürməliyik ya götürmədik. Əhl-i beytə aşiq biri. Nə gülürsən? Sənin kimi burada 100 nəfər adam var. Hamı çıxıb bir dənə söz desə, bu veriliş qarğa bazarına çevirirlər. Biz bəyətdən Bir də söz deyim. Demək, əhl-i sünnədən olan qardaşlardan kimsə varsa, qalxıb ola bilər təvili var sizdə. Başqa cürdür, qalxsın, yəni izahını versin. Hə. Bu əhl-i beytə aşiq mənim saqqalımı görür. Söhbətə qulaq asmamış sual verir. Hə. Bunlar hardadılar? Bu çornu Arab. Sonra bunlar hardadılar? Gəlsinlər cavab versinlər ha. Deyirəm, Qəmərov, halaldır. Bu fişənci şeylərimizdən ancaq onu bilir. Qeyri-məsuma itayət haramdır. Ben böyle bir adam değilim. Arpaslan da gəlmir. Arpaslan bütün günü gedirlər Nurəllinin canlısında qırğın qiyamət edirlər. Gəlib burada Quran ayələrini müzakirə eləmirlər. Niyə? Suallar olanlar var, yaxşı, əhl-i sünnə cavab vermir. Sizin həzrət şeylər, buyurun. Əhl-i beyt aşiqləri, nə bilim, saqqal görüb, söhbətə qulaq asmayıb, səbri çatmayıb, hoppanıb, sırası sual vermək ki, mən oxumuşam Buxaridə, belə elə. Qadir Rustamov, sual qalx yuxarı. Suallarımı ver. Qardaşlar, yuxarıda Allah firqəsinin qarşısında ürək var, ürək işarəsi. Ora basırsınız. Bir jetondur, qırmızı ürək var. Özəl və yaxud ekskluziv yazılır rus dilində. Bax, indi birini atdım mən. Eyni bundan. Atasız komandaya qoşulmaq üçün. Yəni, nə qədər çox qoşulsaz, o qədər çox adam olacaq. Bir də ekranı bəyənək və yayımı paylaşaq zəhmət olmasa. Salam aleyküm. Aleykümselam. Şeyx, bu xahiş edirəm, bu biraz geniş mövzudur bilirəm. Ola bilər məcradan çıxar, mövzu genişlənər. Sadəcə bir dənə bu iblisin möhləti barəsində imkan olsaydı. Çünki bu haqda da çox suallar verirlər. Həm məlumatım azdır deyə. Yəni tam belə geniş cavab verə bilmirəm. Ona görə gəlmək istəyərdim ki, biraz geniş imkan olsaydı məlumat verərdiniz bu haqda. Ay əhl-i beytə aşiq biri. Birincisi sən 100 nəfərin haqqına girdin. Sən öz bilməmişdən qabaq cəmaatın haqqını düşün. Cəmaat burada gəlib gecənin yatmır, nəsə öyrənmək istəyir. Sən girib özün üçün sual versən. Sən düşünmürsən ki, yaxşı bu boyda adam gecəni yatmırsa və burada oturubsa, nəyisə müzakirə edirsə, insan səbirlə qulaq asar. O sürət çatan xahiş edirəm. Salam aleyküm. Aleyküm salam. Onda eləyər. Necəsiz Ali müəllim? Çox sağ olun, yaxşıyam. Siz necəsiz? Şükür Allah'a, çox sağ olun. O deyirsən çor nərəm ya, onlar gəlsin. Onlar səninlə nə danışacaq yani müəllim? Salam aleyküm. Sonra Arab niyə? Sonra Arab gəlib məndən yemək yeyə bilir. Sonra Arab məndən semiska istəyir, çay içir. Müzakirə nə? Feil sifətin, əsma sifətin hamısını qarışdırırlar bir-birinə. Ona görə də onlarda alınmayacaq, mümkün də deyil.
Bu ayə dedi. Mən çox danışmayacağam. Bir iki kəlmə danışıb düşəcəm. Allah Teala buyurur, iki əlimlə yaratdığım. Söhbət bu mövzudan da elədir. İki əllər. İki əllər. İki əllərlə yaratdırma, niyə səcdə etmədin? Şeytan orada tutardı cavab gətirdi, dedi, mən oddan yaradırsan o torpaqdan. Düzdür, bu qəbuldur. Amma niyə görə? Onun ruhu barəsində dəlil gətirmədi. Çünki Adəmin zahiri görə, belədir. Niyə görə onun bədəninə getdi o misalı? Hə, zahirini niyə dəlil gətirdi? Ay sağ ol, niyə? Bax, söhbət hamısı buradadır. Zahiri dəlil getdi ki, o torpaqdan da mən odda. Halbuki Onda yalan. Onda yalan. Düzdür, onun həqiqəti var. Əlin İslam o hədisi başqa söhbətdir. O amma buradakı deyir, iki əllərimdə yaratdığım. İki əlimdən məqsəd bir bədəndir. Yəni Allahın fiili sifəti. Yəni xaliq sifəti. İkinci ruhani ki deyir, özümdən ruh ısıtır. O isə Allahın əsmasıdır. Nəinki fiilidir. İblis bunları bilmirdi. Necə ki Allah dünən sual verdim. Bəqərə 31-32-də Allah Teala deyir ki, xəlifə yaradacaq. Mələklər deyir ki, niyə sən qan tökənə? Biz sən müqəddəs bildiyimiz halda Allah Teala onların qan tökəcək misalına irad tutmadı. O ki dedilər, biz səni müqəddəs bilirik. Ona irad getdi. Çünki niyə? Çünki dedi ki, onda düz danışırsınızsa, onda deyir, bu adlar nədir? O adlar Allahın əsmasıdır. Nəinki feilidir. Feildən hamısının xəbəri var idi mələklərin. Misal, Cəbrail əleyhissalam meyraca gedəndə Peyğəmbərlə Sidratul Müntahanı niyə kilsənmədi? Çünki Sidratul Müntaha yaradılış aləminin sonu idi. Yəni xilqətin. Əl-Rəhman ona görədir. Ələl-ərş istiva. Allah orada deməyib, Allahu ələl-ərş istiva. Feili sifətini gətirir. Heç əsmanı da gətirməyib. Cəbrail dedi ki, buradan o yüzden mən keçə bilmirəm o görə ki, Allah bizə əsmanı caiz bilməyib. Əsma sifəti bizim haqqımız deyil. Mən oradan keçsəm yanaram. Bunun da dəlili hara qayıdır? Musa Aleyhisselam Tur Sinada neçə nəfər aparmışdı ora. Dedi, özü mənə göstər. Allah təcəlla etdi. Yaradılış o tab gətirmədi, yəni dağ misalında. Çünki əsmasını təcəlla elətdirmişdi. O yanındakiler yandı, Musa yanmadı. Niyə? Çünki Musa Aleyhisselam orada ulul əzm məqamına çatmışdı. Ona görə yanmadı. Çünki ona görə Aleyhisselam buyurur ki, ənə yədullah. Mən Allah'ım. Başqa tərəfdə deyir ki, ənə elmullah. Mən Allah'ın ilmiyəm. Və başqa tərəfdə deyir ki, ənə qəlbullahil vai. Yəni Allah'ın geniş, qəbul olmuş qəlbiyəm. Bunlar hamısı dərin sözlərdir. Orada iki əlimdən məqsəd feili ilə sifətidir, əsmasıdır. Çünki əsma sifəti bir dəqiqə bizim kəslər məsumlardır. Nimət verdiyin Allah'ın əsmasıdır. Yəni Peyğəmbər Muhammed sallallahu və əhl-i beyti əsmaya yetişdi. Və yaxud başqa tərəfdə deyir ki, kulli şeyin halikun illa vəsə. Yəni hər şey həlak olar Allah'ın vəsindən başqa. Biz də təvəssüldə oxuyuruq. Ya və təvəssüldə oxuyuruq. Ya və
Allah razı olsun. Sağ ol, çox sağ ol. Mir İslamın ürəyinə yağ kimi yayıldı ha bu söhbət. Mir İslam'a ləzzət elədi Allah. İnsanlar Biz Əlim, baxın. onlar bir dənə söz deyim. Onlar bir dənə söz deyim. Eşidirsin, səsim gəlir. gəlir. Ha, biz niyə görə həqiqəti başa düşmürük? Məsələn, sələfilərlə, qeyri-sələfilərlə hamısı ilə mübahisə edirik ki, Allah ərşdədir. Məsələn, Allah Teala indi bu deyəcəm, dəlil istəmiyorum məndən. Yəni, biraz gizli şeydir də, bunlar istəməyəcəm də yerin. Məsələn, Allah Teala buyurur ki, Ər-Rəhman ərş. Bu ayənin təvilində İmam Hüseyin əleyhissalam buyurur ki, mənəm ərşə təvəlla edən şey edən, qalxan. Qardaş onu, ay qardaş, bir dəqiqə üzr istəyirəm. Burada oxuyursan, onu hansı mənbədən oxuyursan sən? Dedim deməyəcəm də bu mən. Demirsənsə qardaş, açırsan Yəni, Şeyx bir Sədr kəlmə deyil. Yəni mən bu niyə Sən dedim? danışırsan axı. Əsma Qardaşım, sən sifəti. danışırsan. Əsma sifəti. Bax, tək bilməyən müşrikdir. Onların hamısı Allaha qayıdır, hamısı Allaha aiddir. Əsma-ül Hüsna deyəndə İmam Əleyhisselam Allahındır, bəli, 14 sən amma Allahındır. eləyəsən, 14 də nə eləyəsən? Məsumlar o yetişib. Xeyr qardaş, məcazdadır. Dünən biz o haqqda danışmışıq. burada Açırsan heç- Şeyx Sədqin tövhidini oxuyursan. Sən yeni quluğa gəlirsən. Bir dənə qulaq. Allah Teala buyurur ki, siz Quranı o vaxt başa düşərsiniz ki, mütəşabih ayələr, Ay qardaş, ayələrə quluğa getmə. Yəni ehtiyac yoxdur bunlara. Və bayaq deyirsən ha. deməyəcəm də hərdən nətər. O Demirsən, İmam Əleyhissalam deyir ki, ay qardaş, İmam Əleyhissalam deyir ki, bu deyil, dəlil dinidir, dəlil. Və Bəqərə 111. Deyir, doğrusunuzsa dəlillər. Və İmam Əleyhissalam buyurur ki, bizim hədislərimizin Quran ayələri kimi mütəşabihi və möhkəmi var. Mütəşabihi möhkəmə qaytarmağı bacarın. Bəli, təşabihləri möhkəm ayət çevirməyincə İslam kamil bizim din. Yəni ki, qardaş, sən dedin hədis də deyil. Ona görə də bütün problemlər bundan başlayır. Yəni Allahın iki əli var, nədir? Bunlar deyir ki, Allahın özünün əli var. Allah Quranda deyir ki, o nə doğub, nə doğulub. Yəni nə onun bir dənə ayə zahir olub, nə də bir şey. Diqqət elə, bax, qulaq as. İmam Əleyhissalam buyurur ki, Şeyx Sədq rəhmətullahi əleyhin tövhidində deyir, Allahın ərşi suyun üzərində idi. Quran-ı Kərimdə ayədir. Və deyir ki, Ər-Rəhman ələl ərşi istəva. Yəni ki, ərşə isteva eləmək Allah və deyir ki, Ər-Rəhman ələl ərşi istəva. Yəni ki, ərşə isteva eləmək Allah Subhanahu və Taala deyil. Çünki Allah hərəkətlə vəsf olunmaz. Allah ərşi səmanın 7-ci səmanın üzərinə qaldırır. Ərşi. Başa düşdün? Qalxan ərşdir. Allah Subhanahu və Taala yox. Açırsan Şeyx Sədqin tövhidini oxuyursan bunlar. Ər-Rəhman fiili Ərş nədir? Ər-Rəhman fiili Ər-Rəhman fiili Ər-Rəhman fiili Bibərşə. 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 Ekin ya. Ekin ya. Ekin ya. Ekin ya. Ekin ya. Resulullah buyurdu, ya elə, sənə Allah layiq bildiyi adlarla çağırır. Nəinki bu. Mən o adlar əsm üstünadır. Yəni batini addır. Nə deyil. Çünki Əl-İslam deyir, mən
cinlərlə vuruşmağa gedəndə Bismillah deyir, 7 dənə canlanır. Deyir, canlanır. Deyir, nə? Deyir, hər vurduqda öldülər. Yəni o həmin əsma Yəni o həmin əsma Yəni o həmin əsma Yəni o həmin əsma deyir, mən bir od gördüm. Gəldi gördü Gəldi gördü Gəldi gördü Gəldi gördü əsma sifəti idi, ağac feili sifəti idi. Musa orada əsma sifətində yetişmişdi. Ona görə ağacı o əlindəki əsanı atdı yerə. Həm əjdaha oldu, həm də qayıtdı ağac oldu. Ay Malik qardaş, sən bir də sual verim. Sən Cabiri tanıyırsan? Sən Cabir Cahangir tanıyırsan bunları? Mən bura girən deyirəm, əlim-əlimə görə girdim mən bura. Mən hər gün əlim-əlimə qulaq asıram. Həm öyrənirəm, həm də məlumatımı genişləndirirəm, təkrarlayıram. Yəni mən söz bu günləri özüm elə girdim, mən canlıya girən deyirəm. Əlim-əlimə görə girdim. 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 Bir şey deyiləndə, bir şey deyiləndə, bir şey deyiləndə, bir şey deyiləndə, hər kəs özünün sinə, hər kəs özünün Nığa salar, gərək. 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 Nığa salar, gərək.